Şikayətləriniz nələrdir? Şikayətim son günlərdə yanan baş ağrım olur. Təzyiq düşmüşəm evdə, təzyiq bəzən yuxarı olur. Və təzyiq yuxarı olan dövrlərdə baş ağrısı ilə yanaşı və dumanat olur. Mütəmadi olaraq təzyiq dərmanı qəbul edirsiniz. Yox, mütəmadi qəbul elədiyi təzyiq dərmanı yoxdur. Yalnız yüksək olarsa bir neçə dərman qəbul edə bilərəm. Orada bir üstü müayinə verək, daha sonra xüsusi analizlər verək. Analizlərin nəticələrinə uyğun sizə bir resept falan yazarıq. Amma birinci təzyiqimizi ölçməliyəm. Mən həkiməm. Əgər riyazi hesablama bacarıqlarım olmasaydı, analizi düzgün təhlil edə, şəkəri və ya təzyiqi düzgün anlaya və ya bir insanın boyuna və keçisinə uyğun dərman yaza bilməzdim. Annem gör nə deyirəm. Deyirlər malın yoxdur, bəlkə o görə alver yoxdur. Ay nətər mal yoxdur. Mal nə qədər olmalıdır, başa dönüm. Mal nətər olmalıdır. İçəri girən yoxdur. Nə oğul bax, dua da yazdırmışam. Bax, dua da yazdırmışam. İrandan qardaşlar gəlmişdi, onlara dua da yazdırmışam. Mən satıcıyam. Əgər satdığım malın miqdarını, ölçüsünü, qiymətini hesablaya bilməsəm, aldanırım. Gəlirimi, ziyanımı hesablaya bilmərəm. Ordunun hörmətini qaldırmaq lazımdır. Ordu hərbi peşə Azərbaycanda ən hörmətli peşə olmalıdır. Mən komandirəm. Riyazi biliklərim sayəsində tabeliyimdə olan hissəni yaxşı idarə edirəm. Riyaziyyatı yaxşı bilməsəm, düşməni hədəf almaq üçün koordinatlara zərgər dəqiqliyi ilə verə bilmərəm. Mən rəqqasam. Əgər riyaziyyatı bilməsəydim, musiqinin ritmini saya, hərəkətləri vaxtında edə, addımların uyğunluğunu qoruya bilməzdim. Mən çobanım. Mən riyazi hesablamaları bilməsəydim, qoyunların sayını yoxlaya, onların yem miqdarını müəyyən edə bilməzdim. Bu xanım, o xanım, bu xanım hər işdə göstərir sərişdə. Bu xanım hər işdə göstərir sərişdə. Belə bir mələkdən tapılmaz behişdə. Belə bir huridən tapılmaz behişdə. Mən aşbazam, sənətimlə fəxr edirəm. Mənim bişirdiyim xörəkləri yeyən çox bəyənir. Bunun səbəbi isə riyaziyyata çox yaxşı bilməyimdir. Əgər mən riyaziyyatı bilməsəydim, yeməyə nə qədər ərzaq, nə qədər ədviyyat töküldüyünü bilməzdim. Amma xahiş edirəm, uşaqlarımızı futbola verək. Uşaqlarımızın futbol oynamağına şərait yaradaq. Uşaq bunlar üçün nəzərdə tutulan meydançalarda maşınları park edib, saatlarla saxlamayaq. Aşk olacağım. Əgər mən riyaziyyatı yaxşı bilməsəydim, 11 metrlik cərimə zərbəsi zamanı hədəfdəki nişan bilməz, qol vurulan zamanı külərin sürətini, öz sürətimi, qaşıq məsafəsi tənzimini bilməzdim. Kimya demək, deney deməkdir. Bu deney de güdüğün ölümü olacak demektir. Niye lan? Tüpün içine barut koyacağım. Böylece güdük havaya uçacak. Mən kimyagerim. Riyaziyyatı yaxşı bilməsəydim, formul və tənliklərlə işləyər, maddələrin miqdarını hesablaya, faiz və nisbətlərini anlaya, laboratoriyada düzgün reaksiyalar apara bilməzdim. İkisi de ustadı. Bir dənə hidrofora qoşamadılar. Aslında bu metre ilə qoşdular, metre ilə ölçünür. Hə, metri ilə iş görürlər, paputu. Paputu, hə? Hə, bərəkət haqqı, metri ilə səhv olur. Hə, düz, metre də səhv, birinci zaman. Paputu qəşəng çıxır axırda. Mən ustayam. Riyaziyyatı bilməsəydim, düzgün ölçü götürər, uzunluq və sahəni hesablaya, materialın miqdarını müəyyən edə bilməzdim. Şəkil çəkmək istəyirəm. Gəl şəklini çəkim dünya, çəkim dünya. Rəssam olmaq təbim gəlir. Gəl şəklini çəkim dünya.
çekim dünya. Sırasının, eğer riyaziyyatı yaxşı bilməsəm, çəkdiyim şəkillərdə proporsiyanı düzgün qurar, simmetriya yaradar, miqyas düzgün təyin edə bilmərəm. Mən hakimim. Əgər mənim riyazi savadım olmasaydı, məntiqi düşünə, düzgün qərar verə, insanları və hadisələri düzgün analiz edə bilməzdim. Mən musiqiçiyəm. Əgər mən riyaziyyatı yaxşı bilməsəydim, notların müddətini müxtəlif hissələrə bölər, ritm müəyyən ardıcıllıq və təkrarlara əsaslandıra və ən əsası qədim Yunan riyaziyyatçısı Pifaqorun musiqinin 7 tonunu kəşf etdiyini bilə bilməzdim. Ne güzel parçadır, güllerde parçadır, toy bezeyi konçadır, konça konça. Ondan bir paltarlık diktirseydim, oynardım ben duyunca duyunca. Ondan bir paltarlık diktirseydim, oynardım ben duyunca duyunca. Mən dərziyəm. Riyaziyyatı, həndəsəni yaxşı bilməsəydim, bədənə uyğun ölçü götürə, parça hesabı apara, kəsim ölçülərini uyğunlaşdıra, simmetriya və nisbəti qoruya bilməzdim. İki dənə maşın gəlir, biri ağdı, biri qara. Hansını saxlayayım? Ağı saxla. Ağı saxlayaq, bəlkə ağ günə çıxır. Ağı saxla, bu qara nəsə xoş. Mən sürücüyəm. Əgər riyaziyyatı yaxşı bilməsəydim, getdiyim məsafəni səhv qiymətləndirə, sürətə düzgün nəzarət etməyə, parklama və manevrədə çətinlik çəkə bilərdim.